Ölkə yeni iqtisadi mərhələyə qədəm qoyur. Məqsəd odur ki, dövlətin gəlirləri təkcə bir neçə sahədən asılı olmasın. Necə ki, rayonlara verilən dotasiyalar dayandırıldı, özlərini maliyyələşdirmə sisteminə keçildi, ölkənin də dayanıqlı maliyyə resurslarının təmin olunması əsas vəzifədir. Bu mənada ən vacib istiqamətlərdən biri kiçik və orta biznes inkişafına daha çox diqqət ayrılmasıdır. Bunu millət vəkili Vüqar İskəndarov Azpolitika saytına müsahibəsində deyib. O bildirib ki, dünyanın bütün ölkələrində iqtisadiyyatın təməli məhz kiçik və orta sahibkarlıqdır. Vergi siyasətində də insanların vergi ödəmə anlayışı vergi mədəniyyəti formalaşmalıdır. İnsan bilməlidir ki, bugün ödədiyi vergi gələcəkdə ona xidmət, infrastruktur və sosial təminat kimi geri qayıdır. Bu sahədə əvvəlki illərlə müqayisədə ciddi irəliləyişlər var, amma potensial daha böyükdür. Dövlət üçün vacib məsələ kiçik sahibkarı dəstəkləmək, ona lazımi alətləri təqdim etməkdir. Artıq insanlara mesaj verilməlidir ki, dövlət hər kəsin qapısını döyüb balıq vermək niyyətində deyil. Məqsəd balığı tutmağı öyrətməkdir, deyə millət vəkili bildirib. Vüqar İskəndarov onu da vurğulayıb ki, son illərdə qeyri-neft qaz sektorunun büdcədəki payı əhəmiyyətli dərəcədə artıb. Uzun illər büdcəmiz əsasən enerji sektorundan asılı olub. Lakin hazırda qeyri-neft sektorundan daxil olmalar daha sürətli artır və bu büdcə üçün böyük irəliləyişdir.